Mən Sultanlı Xanbaba, Moskva Dövlət Aviasiya İnstitutunun İqtisadiyyat, daha sonra Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika İnstitutunun hüquqşünası üzrə bitirmişəm. Bu təhsilimdən sonra karyeramı başlamışam. Daha sonra isə İngiltərənin New York və Fransanın Strasburg universitetlərində MBA təhsilimi almışam. Ümumi 13 ildən çoxdur ki, dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışıram. İkinci yüksəliş müsabiqəsinin qalibiyəm. Gənclərə tövsiyəm özlərini tanımaq və fərdi inkişaf olardı. Unutmayaq ki, hər bir fərdin inkişafı cəmiyyətin və ölkənin inkişafıdır. Salam dostlar, hər birinizi xoş gördük. Mən Xanbaba Sultanlı 2-ci yüksəliş müsabiqəsinin qalibiyəm. 13 ildən çoxdur ki, professional iş təcrübəm var və 3-dən çox universitetdə təhsil almışam və hal-hazırda dövlət sektorunda rəhbər vəzifədə çalışıram. Bugünkü mövzumuz gördüyünüz kimi fərdi inkişaf və milli inkişafın təməlidir. Mənim üçün çox maraqlı mövzudur, çünki gənclərin gələcəyi öndədir, hər şey indi başlayır və hər bir şeyin başlanğıcı da fərdi inkişafımızla başlayır. Bu səbəbdən ilk olaraq soruşmaq istərdim ki, sizcə fərdi inkişaf nədir? Buyurun. Məncə fərdi inkişaf şəxsin bilik, bacarıq, dünya görüşü və mənəvi dəyərlərinin inkişafıdır. Bura biz özünü dərk etmə, şəxsi potensialın aşkar olunması və inkişaf etdirilməsi və məqsədlərin ortaya qoyulmasına aid edə bilərik. Gözəl. Xanım, buyurun. Məncə fərdi inkişaf bir insanın öz üzərində işləməsi, bilik və bacarıqlarını artırması, öz potensialını reallaşdırmağa çalışması nəzərdə tutulur. Bu həm şəxsi rifaha, həm də ki, ümumi cəmiyyətin inkişafına müsbət təsir göstərir. Allah, çox sağ olun. Əslində professional cavablardır. Bu gün dediyimiz mövzunun ətrafında birinci olaraq biz baxacağıq ki, ümumiyyətlə fərd nədir, fərdi inkişaf nədir və bizim ölkəyə, cəmiyyətə bunun təsiri necədir və bunlar biri ilə hansı əlaqədədirlər. İlk öncə biz fərdi inkişaf nədir danışdıq, fikirlərinizi dediniz. Əsasən özünü dərk etmək, bacarıqlarını inkişaf etdirmək, məqsəd qoymaq və bu məqsədlərə çatmaq. Özünü dərk etmək dedikdə mən qısa deyəcəm, əlavələr olsa xahiş edəcəm, siz də əlavə edərsiniz. Özünü dərk etmək ən birinci biz fərd olaraq başa düşməliyik ki, biz harda dayanmışıq və hansı hədəflərimiz var, bu hədəflərə biz necə irəliləməliyik. Ən vacib məsələlərdən biri də harda olduğumuzu düzgün anlamaqdır. Hər bir insan, hər bir yaşda fərd olaraq inkişaf etməlidir. Amma bu inkişafın ən vacib nöqtəsi gənc yaşlardan başlayır. Gənc olaraq bizim verdiyimiz qərar bizim növbəti illərdə və gələcək həyatımıza böyük təsir eləyir. O nöqtədən biz olduğumuz ölkə, olduğumuz iqtisadiyyat və irəliyə baxdıqda anlamalıyıq ki, biz potensial olaraq hansı istiqamətdə özümüzü inkişaf elətdirmək istəyirik, ölkənin iqtisadi və digər inkişaf sahələri hansılardır? Bunları düzgün analiz edərək biz olduğumuz birinci nöqtəni belirləyirik. Ondan sonra isə biz önə getməliyik. Bununla bağlı bacarıqları inkişaf etdirmək artıq ikinci hədəfdir. Çünki biz düzgün analiz edib harda olduğumuzu başa düşməliyik, hədəfimizi belirləməliyik və ondan sonra başa düşməliyik ki, biz bu hədəfə necə çatmalıyıq. Bununla bağlı əlavə fikirlər olan varsa xahiş edəcəm, səsləndirərsiniz. Buyurun xanım. Düşünürəm ki, özünü dərk etmək deyəndə həm də bizim öz şəxsi müsbət və mənfi cəhətlərimizi tapmağımızda aid edilə bilər və həmin o mənfi cəhətlər üzərində çalışıb onları aradan qaldırmaq üçün əlimizdən gələni etmək də məncə buna daxildir. Əlbəttə, elementlərdən biri budur ki, biz hər zaman özümüzə konstruktiv yanaşmalıyıq. Tənqidi deyil, konstruktiv. Yəni, daha düzgün bunu eləyə bilsək, hansı formada irəliyə gedə bilərik. Çünki insan hər zaman özünə tənqidi yanaşmalı deyil.
biz birinci özümüzə hörmət eləməliyik ki, ətraf da bizə hörmət eləsin. Amma hər zaman özümüzlə danışmağı bacarmalıyıq, öz səhvlərimizi anlamalıyıq, düzgün analiz eləməliyik və irəliyə doğru hansı addımlar atmağımızı bacarmalıyıq. Əlavə fikir olan var bununla bağlı? Qeyd etdiyiniz kimi, konstruktivdən yanaşı mən fikrimcə, yəni insan biraz obyektiv olmalıdır. Yəni özünü başqa insanların yerinə də qoymalıdır. Yəni gözü bağlı bir hədəfi tutub onun arxasıca getməməlidir. Yəni baxmalıdır ki, bu onun yolunda insanlar onun haqqında nə fikirləşəcək, nə cür hərəkətlər etmək lazımdır ki, yekunda yəni istədiyi belə deyim də bacarıqları nail olsun və olan bacarıqlarını da lap yaxşı təkmilləşdirsin. Sizdən tam razıyam. Biz irəlidəki slaydlarda da bunu görəcəyik. Hər bir zaman buna feedback deyirlər. O feedback culture, mədəniyyət formalaşdırmalıdır ki, sən həm ətrafındakilarına düzgün o feedback verməyi bacarmalısan. Bu geri dönüşüm adlanır Azərbaycan dilində və hər zaman da onu almağı da bacarmalısan. Siz demiş, başa düşmək ki, ətrafdakılar bizim haqqımızda nə düşünür və atdığımız hər bir addımın nəticəsi olaraq biz özümüzdən başqa işlədiyimiz iş həyatı ola bilər, şəxsi həyat ola bilər, dostlar ola bilər. Atdığımız addımlar kimə hansı formada təsir eləyirsə. Bacarıqları inkişaf etdirmə, bunu daha detallı növbəti slaydda sizə təqdim edəcək. Burada əsasən biz indi ümumi baxırıq ki, özümüzü ümumiyyətlə dərk eləyirik və hər zaman çalışmaq lazımdır ki, qısa nəticə olacaq hədəflərə biz özümüzü kökləyək. Çünki böyük hədəflər götürdüyünüz zaman ona qısa vaxta çata bilməndə insanda bəzən demotivasiya olur. O səbəbdən biz uzun vadədə, yəni uzun dönəmdə başa düşməliyik ki, bəli, biz bura çatmaq istəyirik. Amma gedən hədəfə hər zaman qısa qalibiyyətlərlə getmək lazımdır ki, özünüzü başa düşəsiz ki, bəli, mən bunu eləməyi bacarıram və artıq o qısa qalibiyyətlər yekun hədəfə gətirib çıxarır. Və üçüncü məqsəd dediyimiz kimi qoymaq və məqsədlərə çatmaqdır. İndi növbəti slaydda bunu artıq biz daha detallı sizinlə müzakirə edəcəyik. Amma sizdən də xahişim odur ki, gəlin belə deyək də interaktiv davam eləyək və burada yalnız siz məndən deyil, mən də sizdən də nəsə öyrənə bilərəm və öyrənəcəm də əminəm. Ona görə qarşılıqlı şəkildə biz bütün bunları müzakirə eləyək. Növbəti bizdə fərdi inkişafın əsas sahələri. Burada yenə də bu tam bütün hər şeyi əhatə eləyirmi? Xeyr. Çünki bu çox böyük bir mövzudur. Amma auditoriyamızı nəzərə alaraq və çox sizləri yormadan qısa dediyim kimi ən əsası odur ki, biz müəyyən bir vaxta dönəmdə harasa çatmağı başa düşməliyik. Ona görə birincisi nədir? Fərdi inkişaf nəsələri təhsildir. Çünki hər bir şey təhsildən başlayır. Yəni burada təhsil dedikdə biz yalnızca diplom almaq, universitet bitirməkdən məsələ getmir. Yəni biz daim olduğumuz yaşda, ola bilər ki 30 il, 40 il sonra belə hətta biz universitet bitirmişiksə, daim ətrafımızda qloballaşan dünyada dünya inkişaf eləyir, yeni innovasiyalar çıxır, yeni texnologiyalar çıxır və nəinki illərlə, hətta bəzən görürsünüz ki, bir il ərzində ilin əvvəli öyrəndiyinizlə ilin sonu olan nəticə eyni olmaya bilər. İkinci zamanın idarə olunmasıdır. Üçüncü ünsiyyət bacarıqlarıdır və emosional zəkadır. Zamanın idarə edilməsi çox önəmli faktordur. Mən xatırlayıram ki, təhsil dövründən universitet həyatında da olurdu ki, hər kəs deyir ki, universiteti bitirəcəm, işləməyə başlayacağım və yaxud nəsə yaxşı olacaq. Amma inanın ki, zaman çox sürətlə keçir və oturub yalnız desək, biz təhsil alırıq, universiteti bitirdik, diplom aldıq, hamı bizi işə gözləyir, yoxdur belə həyat. Yəni, həyatda daha realistik olmaq lazımdır və siz daim analiz eləməlisiniz. Zaman idarə edilməsi odur ki, siz başa düşməlisiniz ki, universitetdə deyək ki, hər il addımlayırsınız və paralel olaraq siz bazar araşdırmalısınız. Ümumiyyətlə, qlobalda hansı sahələr daha çox inkişaf edir, ölkə hansı sahələrə daha çox yatırım qoyur, ölkə hansı sahə üzrə inkişaf edir və əsas hədəf düzgün seçim eləməkdir. Yəni, bir zaman biz görürük gənclərdə və özümüzdə də olur ki, biz bir sahə üzrə təhsil alırıq, amma sonda başa düşürük ki, bu sahə bizə uyğun deyil və yaxud sevdiyimiz bir sahə deyil. Və sonra təsəvvür edin ki, başlayırsınız əlavə yeni bir təhsil almağa, bu da sizin neçə illərinizi aparır və təsəvvür edin ki, iki eyni adam, şəxs, fərd, eyni vaxtda start verir, 4-5 il sonra digəri istədiyi, sevdiyi peşəyə həmən işləməyə başlayır. Digər ikincisi isə 4-5 il sonra anlayır ki, bu mənim sevdiyim peşə deyil. Yenidən özünü inkişaf elətdirməyə başlayır və ortada bir burada qəp, boşluq yaranır. Yəni, zaman olaraq sizə artıq eynisi ilə yaş olan bir insandan geriyə düşmüş olursa, o da yenə də sizə daha çox effort, yəni daha çox güc gələcək illərdə təhsil eləmək lazımdır ki, hansısa bir nöqtədə gəlib balanslaşıb bir nöqtəyə çatasın. O nöqteyi nəzərdən də təhsil və zaman bunlar mənim şəxsi fikrimdir ki, çox bir-biri ilə paraleldədir. Çünki siz
təhsil aldığınız, irəli getdiyiniz zaman paraleldə o zamanlamanı düz qurmalısınız. Və yenə də təhsilə gəlincə sizdə də suallarım olacaq. Amma mənə görə təhsil yenə də tək universitet diplomu deyil, paraleldə də digər sahələrdə özünüzü inkişaf etdirməlisiniz. Sizcə təhsil gələcək uğur üçün diplomdan başqa, yəni universitet həyatından başqa hansı təhsil üzrə özünü inkişaf etdirməlisiniz? Buyurun. Məncə təhsillə özümüzü inkişaf etdirəndə bizim cəmiyyətə qoşulmamız fərdi inkişafımıza daha çox kömək edir. Yəni təhsil diplom almaq ancaq vərəq deyil. Biz 4 il ona öz əziyyətimizi qoyub özümüzün bəhrəsini görürük. Amma belə deyim, praktika zamanı da təhsil o qədər adama kömək elədiyinə görə praktika daha asan alınır. Adam fikirləşir ki, yox, praktika təhsildən daha üstün, amma yox, nəzəriyyə olmasa praktika da alınmaz. Ona görə təhsil bizim əsas fundamentimizdir ki, biz gələcəkdə cəmiyyətə qoşulaq, işimizi görə bilək. Məncə universitet hər şey deyil, amma universitet çox şey həll edir. Universitet bizim gələcəkdə müxtəlif bir ixtisaslara getməyimiz üçün açılan bir qapıdır. Fərdi inkişafın təməli təhsildir. Ancaq təhsil deyəndə ilk ağla gələn niyəsə universitet olur, amma mən elə düşünmürəm. Çünki bizdə biraz təhsil deyəndə sadəcə universitet, ali təhsil nəzərdə tutulur. Amma məncə peşə məktəbləri də vacibdir. Elə özüm 9-da oxuyanda peşə məktəblərindən insanlar gəlirdi və yönləndirirdi ki, getmək istəyənlər gedə bilər. Lakin valideynlər hər bir uşağın ali təhsil almasını istədiyi üçün imkan vermirdi uşaqlar özünü yönləndirsin, nə istədiyini bilsin. Ona görə məsələn Finlandiyada təhsil belə deyim, universitet oxumaq deyil. İnsanlar əgər bankda işləmək istəyirsə, araşdırır, həqiqətən özünə ora uyğun görürsə, bunun peşə məktəbinə gedib oxuyur çoxu. Sadəcə həqiqətən universiteti oxumaq istəyənlər gedib davam elədir. Çünki məncə universitet məsuliyyətli bir işdir. Çünki təhsil aldığı müddət 4 il və yaxud da 5 il, tibb olsun 6 il. O müddətdə zamanını düzgün dəyərləndirib həm intellektual, həm belə fərdi inkişaflarını dəyərləndirmək vacibdir və məncə indiki dövrdə çox insanlar zamanını düzgün idarə edə bilmir. Çox gözəl fikirdir. Əslində biz bu mövzular, yenə də dediyim kimi, biz cəmiyyət və fərdin bu gün müzakirə edirik və sonunda biz onu bir-birinə əlaqələndirəcəyik. Mən sizlə həqiqətən razıyam ki, əsas hər şey universitet və hər şey təhsil demək deyil. Yəni bizim bir çox fərqli sahələr də var. Kimisi hərbiçi olmaq istəyir, kimisi kosmonavt ola bilər, kimisi aviasiya üzrə işləyə bilər, kimisi həkim ola bilər. Əsas olan nədir? Xoşbəxt olmaq, özünü tapmaq və düzgün olduğun yerdə olmaq. Yəni inanın ki, siz professional olduğunuz zaman o qədər dərzi də ola bilər kimsə. Yəni fərq etməz. Hər kəs illa ki universitet bitirəcək və yaxud müəllim olacaq və ya professor olacaq deyə bir şey yoxdur. Yəni cəmiyyəti formalaşdıran hər bir sahədir. Yəni dərzisi də, ustası da, kosmonavtı da, professoru da, hərbiçisi də, polisi də, hər biri bu bizim cəmiyyətin bir fərdidir və hər sahə ölkə inkişaf elədikcə professional insanlara əlbəttə ki, ehtiyacı var. Yetər ki, işinizin professionalı olun, dəqiq olun və əmin olun ki, hansı sahədə işləyirsə işləyin. Mən 10 ildən çox özəl sektorda çalışmışam, artıq 2 ildən çoxdur dövlətdən və heç də peşman deyiləm. Yəni artıq dövlət o səviyyəyə gəlib çatıb ki, sırf hər şey yaxşı şərtlər və yaxud yaxşı iş şəraiti yalnız özəldə deyil, dövlət sektorunda da var və həqiqətən özüm də şahidiyəm ki, hansı sahədə olursunuzsa olun, əsas işinizi sevin və başa düşün ki, hədəf nədir? Çünki mövzuya indi yenə qayıdacağıq. Bizim hər bir fərdi inkişafımız bizim dövlətimizin inkişafıdır. Yəni istər Azərbaycanda yaşayın, təhsil alın, istər xaricdə yaşayın, təhsil alın. Yəni hər bir fərd adi turist kimi də ölkə xaricinə çıxırsa və ondan haralısız deyəndə Azərbaycan haqqında dəqiq, professional bir cavab verə bilirsə, o insan həmin an ölkənin bir simasıdır, ölkəsini təmsil edir. Yəni professional və düzgün, səlis, danışıq, davranış, tərbiyə sərgiləyirsə, həmin o insan xarici bir vətəndaş məsələn, həmin Azərbaycanın timsalında onun üçün Azərbaycan bir belə deyək də şəkli canlanır ki, Azərbaycan deməli ki, budur. Deməyəm odur ki, biz Azərbaycanda, ölkə içində olanda hamımızın fərqli sahələrdə ola bilərik, fərqli peşələrdə ola bilərik, kimsə işləməyə də bilər. Yekunda biz bir cəmiyyəti təşkil edirik, amma digər bir xarici ölkəyə getdiyimiz zaman biz hər birimiz fərd olaraq bütün ölkəni təmsil eləmiş olacağıq. Növbəti bizdə burada ünsiyyət bacarıqlarıdır və emosional zəkadır. Burada yenə də çox bayaq danışdıqlarımızın içində zaten bunların hər biri var. Biz
ümumiyyətlə ünsiyyət bacarığı çox önəmli bir bacarıqdır. Hətta qoyun qırağı professional işi. Deyək ki, dostuz, harasa getmək istəyirsiniz. Kimsə deyir kinoya gedək, kimsə deyir restorana gedək. Sonda kim daha ünsiyyəti yaxşı bacarırsa və fikrini satırsa, bu bir satışdır. O həmin insanın fikri dəstəklənir. Yəni bu satış, emosional zəka, ünsiyyət, bunlar hamısı ümumiyyətlə gündəlik həyatda özümüzlə hiss eləmədən belə deyək də istifadə eləyirik. O nöqtə nəzərdən ünsiyyət bacarığı çox önəmlidir. Emosional zəka çox önəmlidir. Yəni insanlarla danışma bacarığı, ünsiyyətə girmə bacarığı, özgüvən, bunlar hamısı sizin fərd olaraq ümumi bir inkişafınızı bəlirləyə bilir. Mən əslində təhsillə bağlı fikirlərimi demək istirdim. Əvvəla bir dəfə xəbərlə bağlı məqalə araşdırarkən gördüm ki, xarici ölkələrdə 1 il müddətində seçim verilir. Hansı ki, bizim kimi qərarsız tələbələr hansı ixtisas seçiminə uyğun olaraq 1 il müddətinə vaxt verilir və onda da biz hansı ixtisaslı üzrə oxumaq istədiyimizə uyğun olaraq o vaxtda seçim edirik. Amma ki, yəni bizim ölkədə belə bir şərait olmadığı üçün mən bunu səsləndirmək istərdim ki, yəni kaş bizdə də belə bir şey olsaydı. Çünki məsələn xanımlar eləyə bilər, bəli, 1 il müddətində başqa bir universitetə girmədən düşünə bilərik, amma kişi tələbələr üçün bu uyğun deyil, çünki onların əsgərlik müddəti yaxınlaşır və məcbur olurlar ki, seçim etsinlər və bəzən olur ki, istədiyi ixtisasda oxuya bilmirlər. Yəni mən bunu səsləndirmək istədim. Bir də əlavə olaraq çox istərdim ki, tutaq ki, mənim kimi qərarsız insanlar üçün əvvəlcədən ixtisaslar, yəni müxtəlif ixtisaslar, tutaq ki, mən 4 ixtisasda oxumaq istəyirəm. Bunu seçim eləmək üçün mənə əvvəlcədən təcrübə proqramı versələr, tutaq ki də 1 ay müddətində mən o ixtisas üzrə məsələn bir işləsəm, orada görsəm ki, necə işləyirlər, ona uyğun olaraq, yəni çox istərdim ki, yəni belə bir şansımız olsun, tələbələr üçün yaradılsın. Çünki düşünürəm ki, hər kəs bu dəqiqə bilikdən əlavə olaraq da pul üçün çalışırlar və əsas məncə pul üçün də sevdiyimiz ixtisasda çalışmaq daha yaxşı olar, yəni gələcəyimiz üçün. Sizlə razıyam. Təcrübə proqramları var və hətta mən özüm də şəxsən bizdə işlədiyimiz qurumda da dəstək ola bilərəm. Kimə maraqlı olsa müəyyən təcrübə proqramlarına. Əlbəttə ki, bu önəmlidir. Çox sağ olun, dəyərli fikirlərinizə görə. Mən sürətlə davam edəcəm. Milli inkişaf deyəndə ümumiyyətlə burada mənə görə hər şeydən söhbət gedir. İqtisadiyyat, təhsil, sağlamlıq, mədəniyyət, texnologiya, yəni bütün sahələrdə hər sahənin inkişafı ümumiyyətlə milli inkişafdır. Ümumiyyətlə baxanda dövlətin inkişafı birbaşa dövlət güclüdürsə, onun pasportu da güclüdür, hər bir nümayəndəsi də güclüdür və əks effekt də var. Biz hər birimiz fərd olaraq bir ailə təşkil edirik və ailələr də hamısı birlikdə dövləti təşkil edir. Yəni dediyimiz kimi biz özümüz nə qədər güclü bir dövlət qurmaq, görmək istəyiriksə öz üzərimizdə daha çox işləməliyik, özümüzü o qədər çox inkişaf elətdirməliyik və bunu anlamalıyıq ki, dövlətimiz nə qədər güvənsək, nə qədər dövlətimiz irəli getsə, avtomatik paralel olaraq biz də fərd olaraq hər sahədə inkişaf olacaq. Hansı ki, bizdə də dediyimiz bu sahələrdən Azərbaycan modelində baxsaq, biz nədən başladıq? 90-cı illərdən Sovetlər Birliyindən çıxandan sonra ulu öndər düzgün bir qərarlar alındı ölkə rəhbərliyi tərəfindən. Neft və qaz sektoru, yəni araşdırıldı, baxıldı ki, ölkədə nə inkişaf elətdirmək olar? Əlbəttə ki, bizim neft və qaz sektoru. Və bunun üzərində illər keçərək və biz indi görürük ki, Azərbaycan öncəki illərə baxanda indi hansı yerdədir. Yəni bunu heç kimə sir deyil ki, böyük bir uğur yolu keçmişik və çox bir qısa zamanda. Yəni biz düzgün zamanda araşdırdıq, dəyərləndirdik, düzgün bir qərarlar verildi ölkə rəhbərliyi tərəfindən. Bir neft və qaz sektorundan başlandı, amma biz bununla kifayətlənmədik. İndi hal-hazırda alternativ enerji olsun, digər sahələr, yəni qeyri-neft sektorunun inkişafa başladı və paraleldə özüm deyək ki, yüksəliş müsabiqəsinin qalibiyəm. Bu da dövlətin bir layihələrindən biridir və nəzərə alsaq ki, mən ilk təhsillərimi də dövlət hesabına almışam. Yəni bu deməkdir ki, dövlət düzgün insanlara kim ki istəyir, həqiqətən də zamanda investisiya eləyir və geri dönüşümü də yenə dövlət alır. Yəni o xaricdə və yaxud da ölkə içində fərq etməz. Təhsil alan güclü kadrlar səhərsi gün gələcəyin hər biri siz gələcəyin liderlərsiniz. Hər birimiz gələcəyin asılı bir nöqtədə olacağıq və nə qədər irəli inkişaf edəcəyik, o özümüzdən çox asılıdır. Yəni biz oturub kimdənsə nəyisə gözləməli deyilik. Biz fərd olaraq biz inkişaf eləməliyik, özlərimizdə işləməliyik, addım atmalıyıq, yoxlamalıyıq
və əmin ola bilərsiniz ki, doğrudan da ürəklə istədikcə və inkişaf elədikcə siz inanmalısınız. İnam çox vacib bir şeydir. Mən Sumqayıt Dövlət Universiteti Filologiya Fakültəsinin tələbəsi Murad Ümbətov. Özünə inamın artmasının əsas təməl ünsürlərindən biri də mövcud potensialımızı aşkarlamaq və bu potensial üzrə də uğurlar qazanmaqdır. Amma insanların çoxu bir gün uğurlu olmaq istəyir. Məsələ hər gün uğurlu olmaqdır. Məsələn, əfsanəvi basketbolçu Michael Jordan bildirir ki, hər kəs bir gün Michael Jordan olmaq istəyir, amma mən hər gün Michael Jordan olmaq məcburiyyətindəyəm. Yəni davamiyyət önəmlidir. Belə, dostlar, vaxtımızı nəzərə alaraq bitirməliyik. Çox sağ olun hər kəsə, dəyərli vaxtınızı ayırdınız. Mənim üçün çox xoş oldu ki, bugün sizlərlə buradayam. Və bizim verilişimizin bir tendensiyası var, hansı ki, biz ən aktiv qaliblərə hədiyyələr veririk. Onları xahiş eləyəcəm ki, hədiyyələri versinlər, biz də qaliblərimizə təqdim eləyək. Əlbəttə, mənim üçün burada hamı qalibdir, hər birinizi layiqsiz, necə deyərlər. Amma indi yenə də şərtlər var, hansı ki, biz onu əməl eləməliyik. Qaliblərimizi istərdim ki, hədiyyələr verək. Mənim üçün də çətin seçimdir. Bəli, siz zəhmət olmasa yaxınlaşardınızsa, hədiyyəmiz var. Cavabınızı çox bəyəndim. Adınız necə oldu? Murad, çox gözəl. Murad, bu xüsusi mənim hədiyyədə özümün sizə təqdim eləmək istərdim. Çox sağ olun. Təşəkkürlər. Xanım, buyurun. Sizə yüksəlişdən belə bir hədiyyəmiz var. Buyurun. Hər zaman yüksələsiz. Növbəti bizdə nə qaldı? 2 hədiyyəmiz qaldı. Baxaq. Baxaq. Bəy, siz buyurun, zəhmət olmasa. Və sonuncu. Yenə də deyirəm, mənim üçün hər kəs burada qalibdir, üzrlü sayasız, məcbur seçim eləməliyik. Bir də bəy yaxşı təkliflər verdi. Bəli, siz. Təbrik edirəm. Uğurlarınız bol olsun. Çox sağ olun. Yenə də kim hədiyyə verənmədisə üzrlü sayın. Amma dediyim kimi, hər zaman əlaqələr var. Nə vaxt nə lazımdırsa bir dost kimi məsləhət verə bilərəm. Və təcrübə ilə də bağlı hər zaman təcrübə proqramlarıdır, digər məsələlərdir və gələcək karyer inkişafı ilə bağlı bizim də borcumuzdur ki, bu günə kimi əldə elədiklərimizi bizdən sonraki nəsillərlə də paylaşaq. O nöqteyi nəzərdən heç bir zaman yalnız şou, proqram və yaxud veriliş gözləmə ehtiyacı yoxdur. Ən azı sosial şəbəkələrdə olsun və yaxud müəyyən kanallar vasitəsilə hər zaman dəstək olmağa hazırıq. Çox sağ olun və ənənəvi bizdə selfie məsələsi var. Müasir tendensiyalar. İcazənizlə selfie çəkəcəm.